Necəsiz uşaqlar? I'm not teacher. Hamı İngilizcədə. Oh, I am very good. Thank you. Mən üçün darıxmısınız? Gün darıxmısınız, dərsiz gün darıxmısınız. Kamil'e gidelim internetinde ne oldu? İndi belə elək. Hamı səsini bağlasın. Deyəsən Zəhra nəsə deyirdi. Eşidirəm Zəhra. Dear Mama, of course, I miss you so much. Thank you my darling. Okay. Maşallah bugün hamınız belə xüsusi gözəlsiz, xüsusi yaraşıqlısınız. Hamının saçları belə bir başqa cür daranıb bugün. Elədir. Maşallah, maşallah. Gedəndə Hello, mütləq. teacher. How are you? Hello, thank you. I am good. Open your camera, please. Very good. Okay. So, gəlin sizinlə Sərxan, Salam müəllimə. salam, necəsən? Hardasan? Haralardasan? Tamam. Səsləri bağlayın. Səsləri bağlayın. İndi qulaq asın. Açın kameraları bağlı saxlamayın. Kamilə. Aç kameranı. İndi qulaq asın uşaqlar. Mən bəzi sözlər deyəcəm. Bəzi ifadələr işlədəcəm. Siz nə edəcəksiniz? Kim bilirsə, baxın, indi qarışıqlıq düşməsin deyə, səslər bir-birinə qarışmasın deyə, mən sizdən təbii ki, kameraların, daha doğrusu mikrofonların bağlamağınızı istədim. Amma kim mənim deyəcəklərimi bilsə, neynir? Ayağın kameranı açırıq. Kim mənim deyəcəklərimi bilsə, tez kameranız onsuz da açıqdır. Mikrofonu yandırır, sözü deyir. Mən görüm kim düz deyir, kim səhv deyir. Oo, uşaqlar, qırmızı xalçamızı gətirin. Ayan. Ayanın qrupundan burada kim var idi? Zəhra, siz var idi. Sən var idin. Ay, malaysız. Okay. Tamam. Başladıq. Nəyə? Salamlaşmağın hansı növlərini tanıyırıq? Hello, hi. Hello. Hi. Bir dəqiqə. Elə bir dənə hello ilə haydı. Bir dəqiqə. Keyfimi pozdunuz. Bir dənə hello ilə haydı. Nice to meet you. Good morning. Good evening. Bəli, good morning, good evening. Sonra baxın, kimləsə salamlaşanda uşaqlar yuxudan duranda hello, hi demirik də, deyirik good morning, düzdür? Və yaxud da yatmağa gedəndə nə deyirik? Good evening. Good morning. Good morning. İndi qulaq asın. Yatmağa gedəndə, okay, mən razı. Dedik ki, goodbye. O ümumiyyətlə sağollaşmaqdır. Onu küçədə də deyə bilirik. Bəs yatmağa gedəndə gecən xeyrə qalsın. Yaxşı, bye bye. O mənasında good night. Biraz da baxın, good night biraz da gecəniz xeyir mənasındadır. Okay? Bəs yaxşı, ümumilikdə şirin yuxular. Sweet dreams. Malaca. Kim idi bunu deyən? Sweet dreams. İnci, xoş gəldin. Sərxan, səsi aç. İnci kimin qrupundan idi uşaqlar? İnci kimin qrupundan idi? Emil? Okay. Yaxşı. İndi siz mənə deyin görün. Mənim başım ağrıyır. Başım ağrımır. Kim tərcümə eləyər? Başım ağrıyır. Mənim başım ağrıyır. Aha. Səsləri bağlayaq. Zəhra nəsə deyir və mən eşitmirəm. Mən ağrımağı bilmirəm, amma my head ağrımağı başlayır. Aha, indi qulaq asın. Bunu, Vüsal, nədir baş ağrısı? I have, sonra dalı, arxası.
Yəni bir dəqiqə. Glasses taxan oğlanımız özümüzü təqdim eləyək də, hə? Açaq səsi. Ayan. Yox, Nazlı idi, teacher. pardon. Açın, şeyləri açın. Səs kameralarınızı açıq qoyun. Tamam, uşaqlar, baş ağrısı mən deyim. Baş nədir? Head. Head. Ağrı da ache'dir. Ache. Okay? Mənim qarımdır da başım ağrıyır. Səsləri bağlayın, mən izah edeyim. Hamı səsləri bağlasın. İndi burada ruski sektordan kim varsa rusça deyirəm. Голова болит. Голова болит. Düzdür. Deməli, indi qulaq asın. Səsləri bağlayın zəhmət olmasa. My dear students. Səslər. Mən neçə dəfə deyəcəm? Baxın. Əgər başı bilirsinizsə, ağrını da mən deyirəm. Ache. Okay? Oldu bir yerdə headache. İndi gəlin, bunları birləşdirin. Siz deyin ki, dişim ağrıyır. Dişim ağrıyır. Teacher. Teacher. Bir də, Teacher. bir də. I have teacher. Toothache. Exactly. I have a toothache. Bəli, yaxşı. Bugün dərsdə kim yoxdur? Asim, sonra İbrahim. Düzdür? Yes, teacher. Müəllimə. Yeah. Fuad yoktu. Fuad. Bir dəqiqə. Başladıq. Deməli, başım ağrıyır. I have a headache. Dişim ağrıyır. Nəzrin dedi. Dişim ağrıyır. I have a toothache. Toothache. Yaxşı, indi qulaq asın mənə. Mən desəm ki, mənim qarnım ağrıyır. O necə olacaq? My tummy. I have tummy ache. Aha, tummy ache. Tamam. Onur. I have a tummy ache. Uşaqlar, bunu biz ən gözəl stomachache ilə veririk. Stomachache. Живот болит. Stomachache. Okay. Yaxşı. Mən desəm ki, dişim ağrıyır, zub болит. Toothache. I have a toothache. Başım ağrıyır. Headache. Okay. Yaxşı. Burada biz hansı feildən işlətdik, istifadə elədik? Ache. Fuad. Bir dəqiqə. Fuad gəldi çıxdı. Fuad gəldi çıxdı. Hardasan Fuad? Fuad, nə əcəb səndən? Hardaydın sən? Yadınıza qaldı? Yadınızda qaldı? Tamam. Həvlə indi qulaq asın. Baxın, bu həv o qədər belə böyük bir tilsimə malikdir ki, həv. Bu həm var deməkdir. Həm var mənasını itirib, səsləri bağlayım, mən sizə izah verim, ondan sonra deyəcəm. Bu həm var deməkdir. Məsələn, mən deyirəm ki, mənim maşınım var. I have a headache. I have a car. Headache deyirəm. I have a car. Hə? Və yaxud da deyirəm ki, başım ağrıyır. I have a headache. Deyirəm ki, məsəl üçün, mənim qələmim var. I have a pen. Bir də var ki, bu have-dən sonra biz bəzi sözləri artıranda, məsələn, tea, coffee. Baxın, içmək nədir uşaqlar? İçmək, çay içmək, kofe içmək və s. Kim bilsə eşq olsun. Nə? Drink coffee. Exactly. Drink oldu içmək. İndi qulaq asın. Əla, indi qulaq asın. Mən deyirəm ki, I have coffee. Necə tərcümə eləyərsiniz? Mənim kofem var. Mənim kofem var. Bir dəqiqə.
Qulaq asın. Burada ucu var olmur. Burada ucu var işe yaramır. Mənim Niyə? kofem. Kofe içirəm. Bəli, Yo, mənim exactly. kofe. Xeyr, kofe içirəm. Yaxşı deyirəm ki, I'm having a cup of tea. Və yaxud da I have tea. I'm having Mən tea, I'm having coffee, I'm having juice. Juice nədir? meyvə şirəsi. Şirəm. Şirə. Apelsinovый сок. Portağal şirəsi. Necə deyirik? Portağal şirəsi. Orange mənim. Orange. Orange. Exactly. Orange. Okay. Orange juice. Yaxşı, mən portağal şirəsi içirəm. I drink orange juice. Səsləri bağlayın. Səsləri bağlayın və qulaq asın. Səsləri bağlayın və qulaq asın. Vüsal, switch your microphone off. Səsi bağlayaq, indi mənə qulaq asın. Qulaq asın. Mən deyirəm ki, Vüsal, səsi bağla. Mən bağlamışam. Bəs sənin səsini eşidirəm axı mən. Eşitdiniz uşaqlar? Eşitdiniz. İndi qulaq asın. İndi qulaq asın. Mən əgər desəm ki, məsələn, I am drinking və yaxud da I'm having coffee, tea, orange juice və s. Bu o deməkdir ki, mən hal-hazırda əlimdə çaşka və yaxud da stəkan tutub içirəm. Aydın oldu? Yəni davam edici zamanda istifadə olunur. Yəni burada artıq having var mənası var idi da bir dənə, düzdür? Həmin o var mənası itdi, batdı, başqa bir mənası içmək, maqmək mənası gəldi, düşdü ortaya. Aydın oldu? Yəni have özünün mənasını itirdi. Başa düşdünüz? Amma mən desəm ki, I have a car, I have a red car, mənim maşınım var və yaxud da mənim qırmızı maşınım var. Burada artıq onun öz mənası gəlib çıxacaq yerinə. Yaxşı, mən bir dənə sualıma cavab verin. Have-lə have-got-un fərqini kim bilir? Əl qaldırsın, mən də deyim. Soruşum daha doğrusu. Deyim, nə idi? Fuad, əl qaldıranlarımızdan. Sonra bir də Zəhra. Birinci Fuaddan soruşaq, onda sonra Zəhra. Yoxsa səhv gördüm mən. Fuad, sən deyildin. Mən deyildim. Sən deyildin, sorry. Onur, have-lə have-got-un fərqi. Have I və deyin əvvəldən işlənilir. I have got coffee. They have got coffee elə işlənilir. Və has got isə he, she itdən əvvəl işlənilir. Məsələn, she has coffee. Səhvdir. Baxaq indi digərlərinə. Ayan, have-lə have-got-un fərqi nədir? Ya da has-lə has-got-un fərqi nədir? Какая разница между have и have got? Aha. Yaxşı, Vüsal'la Zəhra özünü astı, kəsdi. Bir dəqiqə. Zəhra birinci, Vüsal ikinci. Buyur Zəhra. Have-gotla have-in və has-gotla has-in fərqi ondadır ki, mən have-gotun daha güclüdür. Sualda, inkarda Have-gotun qotu daha güclüdür. Uşaqlar, çox gözəl cümlədir. Bir dəqiqə. Necə olur o daha güclüdür? Daha güclü olub neyniyir? Məmə, bizim have-imiz do doesn't köməyi ilə işlənə bilir sualda, inkarda, amma have-got, has-gotda məmə gotun köməyi ilə sualı, inkar düzəldə bilirik də. Yəni güclü olmaq o daha Bir dənə misal ver. Gotun köməyi ilə sual, inkar düzəlt, mən də baxım. Məmə, have-lə işlənəndə məsələn adi tək, do you have a məsələn car, amma onunla işlənəndə have I got a car, məmə do doesn't köməyi olmur burada. Yəni got özünü burada göstərir. Aha, got özünü burada göstərir. Yaxşı, Vüsal görüm necə izah eləyəcək, gələcəm sənə ancaq. Have-gotla has-gotun fərqi odur ki, has-got təkdədir, have-got cəmdə, have-got I, you, we, they ilə işlənir, has-got isə she, he, it ilə.
Mənim have-lə demədiniz ki, have-lə have got-un. Mən elə bildim onu deyirsiniz. Has got, have got deyirdiniz. Fərqi nədir? Baxın, bir şey deyim. Have-lə have got-un fərqini. Yaxşı, bir dəqiqə yazım da bura, vəbşi şey olsun. Bax, have-lə have got-un bir-birindən fərqi nədir? Mən bunu soruşuram. Bugünkü belə deyək də bizim bizə lazım olan feilimiz have və ya have-lərdir ümumiyyətlə. Have-lə istifadə olunanlar bayaqdan da onunla gəlmişik, okey? Hə, nə demək istəyirdin de? İndi qulaq asın. Başqa əlavə eləmək istəyən varsa, əl qaldırsın, mən də mikrofonu ona uzadım. Lap karaoke'dir ya. Aha, yoxdur. İndi qulaq asın uşaqlar. Have, bu var, malik olmaq. Imet, rusçada deyim. Have, imet və yaxud da have got yenə də var, malik olmaq. Yəni ki, varımdır. Mən desəm ki, если я скажу, у меня есть одна машина. Mənim bir maşınım var, hə? Olacaq I have a car və yaxud da I have got a car. Heç bir fərqi yoxdur bunların ikisinin də məna daşıması cəhətdən. Yox, amma mən desəm ki, sual cümləsi, inkar cümləsi, orada artıq Zəhranın dediyinə deməli, mən də əl qaldırıram. Niyə? Çünki orada got özü öz sözünü deyəcək. Aydın oldu? Eşidirəm. Kamilə. Buyur. Müəllimə, biz bir-birimizdən sözlər soruşacağıq. Bugün yox. Bugün sözləri soruşmuruq. Okey. Deməli, bayaq Zəhranın vurğuladığı kimi have got da got qalır öz yerində. Gotla bizim işimiz yoxdur uşaqlar. Got qalır öz yerində. Biz keçirik nəyə? Have-i götürürük cümlənin sonuna, yoxsa önünə? Hara qoyuruq? Have cümlənin axırına. Yalan deyir. Əvvəlinə. 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 Bəli. Deməli, önünə qoyacağıq. Cümlənin ta başına qoyacağıq, olacaq sual cümləsi. Bir də have-dən sonra, yəni got-dan əvvəl, have-dən sonra. Bunların ikisinin ortasına biz not qoysaq, olacaq inkar cümləsi. Düzdür? Əla. Amma bizim bu have ki var, qotsuz olan have. Bax, orada bir dayanırıq. Orada qonşudan yardım almalıyıq. O qonşu da köməkçi feildir. Bayaq Zəhranın da dediyi kimi. Qonşu qonşuya bir də görürsünüz nəyisə veririk. Bax, o qonşu bizə indi sual cümləsində Emin, nəyə gülürsən sən? Hə? O qonşu bizə nə verəcək? Do, does. Köməkçi feil verəcək və inkarda da don't, doesn't. Aydındır? İndi mən bura yazıram. Sonra sizə paylaşanda görəcəksiniz. Məsələn, mən deyirəm ki, tutaq ki, I have got 2 bags. Burada sual versəm, artıq bu have-ə görə verəcəm. S var qarşısında? Yox. Deməli, do I have got 2 bags? İndi mənə deyin görüm, düzdür, bu səhvdir. I have got 2 bags. Do I have got 2 bags? Amma do varsa got-a ehtiyac yoxdur. Malacet. Bəli. Əgər have got-dursa, bizim artıq burada, bunu da yaşılla yazıram. Bizim burada köməkçi feilə ehtiyacımız yoxdur. Niyə? Çünki burada have got, yəni özü bir birləşmədir. Yəni got orada sənin sözünə qüvvət, orada güclüdür. Got öz yerində qalsa da, biz ancaq have-i sual və inkar cümləsinə aparıb gətiririk. Deməli, normalda əsli necə olacaq? Have I got 2 bags? Bəli. Və yaxud da I have not got 2 bags. Amma desəm ki, mən burada qotsuz bir have işlədəcəm. O zaman
I have 2 bags. Burada artıq köməyə gələcək. Do I have 2 bags? Burada düzdür, səhvdir? Düz. Bəli. Həvləndirsə, Düzdür. düzdür. Həvləndirsə, deməli duylandır. Həzləndirsə, dazlandır. Amma qot varsa, dudaz olmaz. Malacaq.